İttihamlar təsdiqlənsə, Azərbaycan Xalq Cəbhəsi Partiyasının bağlanması gündəmə gələ bilər. Milli Məclisin deputatı Elman Nəsirov bunu AXCB sədri Əli Kərimlinin Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılması ilə bağlı Today Press TV-yə danışarkən bildirib. O hesab edir ki, bu proses eyni zamanda Azərbaycan siyasi sistemində müəyyən dəyişikliklərə səbəb ola bilər. Stat: Siyasi partiyaların qanunlara uyğun fəaliyyəti ilə bağlı məsələlər də yenidən aktual şəkildə gündəmə gəlir. Əgər hər hansı partiyanın sədri hakimiyyəti zəbt etməyə yönəlik fəaliyyətin əsas iştirakçılarından biri kimi ittiham edilirsə, Ramiz Mehdiyevlə işbirliyində və Rusiya xüsusi xidmət orqanları ilə əlaqədə olmaqda günahlandırılırsa, bu halda tətbiq ediləcək cəza da sərt ola bilər. Həmçinin Azərbaycan Xalq Cəbhəsi Partiyasının buraxılması ehtimalı da istisna edilmir. Statın sonu. Elman Nəsirov əlavə edib ki, əgər bir partiyanın rəhbəri konstitusion quruluşun devrilməsi planlarında fəal iştirakda ittiham olunursa, həmin partiyanın mövcudluğu da ciddi şəkildə sual altına düşür. Güman edilir ki, yaxın zamanda bu məsələlərə də tam aydınlıq gətiriləcək. Qeyd edək ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli barəsində həbs qəti imkan tədbiri seçilib. Səbail rayon məhkəməsində hakim Ülviyə Şükürovanın sədrliyi ilə keçirilən prosesdə onun barəsində qəti imkan tədbirinin seçilməsi ilə bağlı təqdimat və vəsatətə baxılıb. Məhkəmənin qərarı ilə Əli Kərimli barəsində 2 ay 15 gün müddətinə həbs qəti imkan tədbiri seçilib. Jalə Rövşən, Namiq Abbasov, Today Press TV.